Gəlin, bugün sizi bir hekayəyə aparaq. İki sahil və onları birləşdirən tək bir nəğmənin hekayəsinə. Amma bu sadəcə bir sevgi hekayəsi deyil, yox. Bu həm də coğrafiyanın, zamanın və o böyük məsafələrin sınağından keçən bir vədin hekayəsidir. Gəlin birlikdə bu səyahətə çıxaq. Baxın, hekayəmiz bir-birindən tamamilə fərqli iki dünyada başlayır. Bir yanda Xəzərin sərt küləkləri ilə məşhur olan Bakı, digər yanda isə Senanın o romantik işıqları ilə parlayan Paris. Bu iki şəhər arasında minlərlə kilometr məsafə olsa da, onları bir-birinə bağlayan bir şey var. Bir uşaqlıq vəqi. Və bütün bu hekayənin təməlində bilirsiniz nə dayanır? Bax bu sadə, amma çox güclü bir cümlə. Təsəvvür edin, iki uşaq və onların bir-birinə verdiyi bu söz əslində zaman və məsafəyə meydan oxuyacaq bir körpünün ilk daşı olur. Gəlin indi hekayənin lap əvvəlinə qaydaq. Hər şeyin başladığı o anlara. Qəhrəmanlarımız Orxan və Leyla ilə Xəzərin ləpədöyənində tanış olaq. Bax, hekayənin bəlkə də ən həssas nöqtəsi buradır. Orxan və Leyla cəmi 12 yaşında ikən ayrılmaq məcburiyyətində qalırlar. Leylanın ailəsi Fransaya köçür və bu uşaqlıq dostluğu çox böyük bir sınaqla üz-üzə qalır. Amma ayrılmazdan əvvəl Xəzərin sahilində verilən o vəd var ha. Bax, o vəd onların bütün gələcəyini şəkilləndirəcək. İllər ötür, zaman keçir. Uşaqlar böyüyür. Görəsən o uşaqlar indi haradadır, nə edirlər? Gəlin, onların ayrı-ayrı dünyalarda, amma bir-birlərinin xatirələri ilə necə yaşadıqlarına baxaq. Bu qarşılaşma həqiqətən çox maraqlıdır. Orxan Bakıda memar olub, sanki şəhərin hər daşında, hər binasında keçmişin izlərini, bəlkə də elə Leyla ilə olan xatirələrini axtarır. Leyla isə Parisdə rəssamdır və çəkdiyi hər əsərdə Bakıdan, o uşaqlıqdan bir parça gizlədir. Yəni, fərqli şəhərlərdə eyni həsrəti yaşayırlar. Bəs Leyla bu xatirələri necə qoruyur? Yəni, bu çox incə bir məqamdır. Onun tablolarındakı o mavi lent ya da gümüşü muncuq sadəcə bir detal deyil. Dostları soruşanda sadəcə deyir ki, bu uşaqlığımın rəngidir. Amma biz bilirik ki, bu simvollar onun Orxanla bağlılığının, Bakı həsrətinin bir ifadəsidir. Hətta Sena çayının axışında belə o Xəzərin dalğalarını axtarır. Aralarındakı fiziki məsafə isə budur, 4000 kilometr. Təsəvvür edirsiniz. Bəzən bir rəqəm hər şeyi deməyə bəs edir. Bu sadəcə bir məsafə deyil. Bu, həm də onların səbrinin və bağlılığının bir ölçüsüdür. Yaxşı, bəs bu qədər məsafəyə, bu qədər ilə baxmayaraq, onlar əlaqəni necə qoruyub saxladılar? Görəsən, müasir texnologiya onların hekayəsində necə bir rol oynadı? Deməli, onların körpüsü rəqəmsal idi. Sosial şəbəkələrdə bir-birlərinin həyatını izləmək, anidən gələn qısa bir mesaj və əlbəttə o saat fərqinə baxmayaraq edilən gecə zəngləri. Bütün bunlar aradakı o minlərlə kilometri sanki anlıq da olsa yox edirdi. Elə bir anlıq Bakı ilə Paris birləşirdi. Amma hər texnologiyanın da bir soyuqluğu var, deyilmi? Bax, bu cümlə hekayədəki o əsas gərginliyi, o çatışmazlığı mükəmməl ifadə edir. Texnologiya onları yaxınlaşdırsa da, ekranın o cansızlığı, canlı bir baxışın, həqiqi bir toxunuşun istiliyini əvəz edə bilmirdi. Daha artığı lazım idi. Və nəhayət, hekayənin zirvə nöqtəsinə, o möhtəşəm ana, hər şeyin dəyişəcəyi o ana gəlib çatırıq. Gözünüzün önünə gətirin. Paris, yağışlı, romantik bir yaz günü və Leylanın həyatının ən vacib günlərindən biri. Onun ilk fərdi sərgisinin açılışı. Atmosfer böyük bir hadisə üçün tamamilə hazırdı sanki. Sərginin adı isə adın özü ilə bütün hekayəni danışır. Sahilsiz ürəklər. Nə qədər mənalıdır, deyilmi? Bu ad həm Leylanın, həm də Orxanın illərdir içində daşıdığı o həsrəti, o axtarışı o qədər gözəl ifadə edir ki, onların ürəkləri bir sahilə, yəni bir-birinə qovuşmağı gözləyirdi. Və sərginin tam mərkəzində, ürəyində dayanan əsər, bu sadəcə bir tablo deyil. Bu, onların hekayəsinin rəsmə çəkilmiş formasıdır. Bir yanda Bakının simvolu Qız qalası, o bir yanda Parisin simvolu Sena çayı. Və bu iki dünyanı birləşdirən nədir? Gümüşü bir körpü. Bu, Leylanın qəlbindəki ən böyük arzunun təcəssümüdür. Və tam da Leyla o əsərə baxıb xəyallara dalarkən, arxasından çox tanış bir səs eşidir. Bu sual əslində illərin həsrətini bitirən sehirli bir açardı. Bütün keçmişi bugünə bağlayan bir cümlə. Və o an hər kəsin gözü Orxanın əlinə dikilir. Əlində balaca, gümüşü bir muncuq. Bəli, həmin o muncuq.
Leylanın rəsmlərində gizlətdiyi uşaqlıqdakı o vədin canlı sübutu. Artıq sözlər bitir, hisslər danışır. Bu qovuşma anı ilə hekayə sadəcə bitmir. Əksinə, öz əsas mesajını, əsl mənasını bizə çatdırmağa başlayır. Bu, təkcə iki insanın deyil, sevginin sərhədlər üzərindəki qələbəsinin hekayəsidir. Orxanın dediyi bu sözlər əslində bütün hekayənin fəlsəfəsini bir cümlədə cəmləşdirir. Həqiqətən də, xəritələrdə çəkilən o xətlər torpaqlara ayıra bilər, amma insanların ürəyindəki xəyalları, sevgini, xatirələri heç vaxt ayıra bilməz. Bax, hekayənin bizə verdiyi ən güclü mesaj budur. Və sonuna gəldiyimiz nəticə də budur. Bəli, onların pasportları fərqli ölkələrə aid ola bilər, amma onların qəlbləri, ruhları eyni uşaqlığın vətəndaşıdır. Və bu bağlılıq, bilirsiniz, hər hansı bir vətəndaşlıqdan qat-qat daha güclüdür. Bu hekayənin sonunda sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Gəlin birlikdə düşünək. Əgər sərhədlər torpaqlar üçündürsə, bəs sevgi üçün bir sərhəd varmı? Bu hekayə bizə bunun cavabının çox aydın bir xeyr olduğunu göstərir. Bəlkə də əsl sevgi elə bütün sərhədlərin mənasını itirdiyi yeganə məkandır.